OTK sınavında olan 81-ci sual izahına baxaq. Deyir ki, avtomata girişdə 3 rəqəmli ədəd daxil edilir. Avtomat bu ədədi yeni ədədə aşağıdakı qayda ilə çevirir. Ədədin birinci və ikinci rəqəmləri artı olaraq ikinci və üçüncü rəqəmləri vurulur. Alınmış ədədlər artan sıra ilə yana-yana yazılaraq yeni ədəd alınır. Avtomatın çıxışa verdiyi ədəd 816 olarsa, demək, bu qaydalarla edib 816 alıb, girişə verilən ən böyük və ən kiçik ədədi tapaq. Baxın, bir baxaq. 16 almaq üçün nəyə bir-birinə vuranda 16 alır? 3 rəqəmlər də vurmalıdır. Demək, biz ya 8-i 2-yə vuraraq 16 alarıq, ya 4-ü 4-ə vuraraq 16 alarıq. Demək, ən kiçik deyirsə, nə qoya bilərik? İlk rəqəmimiz qoyarıq. 1-i də baxın, 8-ə vursaq, 8 olacaq. 1, 8, 2 yazsaq. Baxın, birinci ilə ikincini vurduq, 8 eləyər. İkinci ilə üçüncünü, 8 ilə 2-ni də vursaq, 16 eləyər. Azdan çoxa doğru düşsün, 816. Bu bizim ən kiçiyimiz. Ən kiçik. Ən böyük deyirsə, ən böyüyümüz bu adam demək 8-dən başlamalıdır. 3 rəqəmlidir. 8. 8-dən sonra biz 8-dən sonra 4-ü qoysaq bizə uyğun deyil. Çünki 8-i 4-ə vuracaq, bizə uyğun deyil. 8-dən sonra 2-ni qoyarıq. 8-dən 2, 16 və 2-ni də nəyəsə vurmalıyıq? 8 alsın. Demək, 824-də buna yazarıq. Düzdür? 8-dən 2-ni birə 16, 2-dən 4-ün birə 8. Azdan çoxa düşsək, 8, 1, 6. 816 alınır. Düzdür? Yəni, burada 1-i 6-nı ayrı götürürük. 16 kimi götürürük. 8-i ayrı, 16-nı ayrı. Azdan çoxa 8, 16. Bizdən nə deyir? Ən kiçik ilə ən böyüyün cəmi. 182 ilə 824-ü topladıqda 6, 10, 1006. Cavabımız olacaq Y variantı.